Deməli, dostlar və qardaşlar, biz Hyundai 2 avtomobillərinin mühərriklərini yığırıq, həm də mühərriklərin yağ nasoslarını. Biz elə bir ki, yığdığımız mühərriklərə yığırıq zəmanətli. Müştərini heç yerə göndərmirik. Məsələn, müştəri qalovka dalınca getmir, blok dalınca getmir, val dalınca getmir, heç nə, heç bir şey, hər şey biz tərəfdən olunur. Təbii ki, bu o müştəriyə aiddir ki, bu o müştəri etibar edir. Yaxşı, etibar necə olacaq? Mən bir dəqiq bilirəm ki, Azərbaycanda qəşəng motoristlər var, Allah canlarını sağ eləsin. Qəşəng motoristlə bir yerdə düz motoristlər var. Yəni insanları pulundan allatmırlar. İndiki elə bir zamana gəlmişik ki, etibar etir insanlarda. Bu normal bir şey. Mənim sizə bir məsləhətim, içim mən qarışır. Qeyrisi olsun. Harasa gedirsinizsə arayın, araşdırın. Sonra gedib orada mühərrik təmin işlərinizi gördürün və yaxud da qeyri işlərinizi. Ustalar bir çox insanların başına iş gətiriblər. Məsələn, müştərilər var ki, bu günlərin doğrudan da çox əziyyət çəkirlər. Dəfələrlə mühərrik yığdırıblar, nasos yığdırıblar. Qardaş, mən nə bilim, nasos alıb qoyublar, motor dağılıb, motorist atır nasosun üstünə, nasos satan atır motoristin üstünə, təzədən gedir valın üstünə, oradan fıqladış problemlər yaşayırlar. Əgər istəmirsinizsə, qısa və konkret, Hyundai 2 avtomobillərinin mühərrik təminində başınıza problem gəlsin, qardaşlar. Yəni, bizə həqiqətən etibar edə bilərsiniz. Maşının açarını verirsiniz bizə, maşını xodlayırıq, bizdən açarı götürürsünüz və bizim işimiz zəmanətli, təminatlıdır. Bizim sizi harasa, hansısa mağazinə göndərməyimizin məqsədi oradan pul qazanmaq deyil. Oradan bizə normal detalın gəlməsidir. Bugün Azərbaycanda Hyundai 2 zapçasları satanlar milyonlarlandır. Ancaq içində mənim bildiyim bir-iki nəfər var ki, şəxsən mənim bildiyim, qeyrilərin bildiyi deyənmərəm. Mənim özüm üçün bildiyim normal, dürüst, doğrudan da mal verə bilən insan. Nəinki korobkası, məsəl üçün orijinal, korobkası orijinal, içi dublikat. Mən bu satıcılara deyirəm, bu haqsızlığı eləməyin. Bu şeyi mən xoşlamıram və istəmirəm. İş praktikama, stajıma dirənərək deyirəm ki, mən məsəl üçün qalovkanı düzəltdirirəm Anar Ruslan'a. Çünki oradan işimi bilirəm, alıram, sualıma cavab da alıram. Və mən işimi deyirəm, nə eləməlisən, o mənə o cürdə qaytarır. Məsəl üçün, mən işimi gördürürəm valı və valın fıqlad işlərinin, gilizin vurulmasını Nərman üstünə, Çanaqqala restoranının yanında, dayanmaz Allah sana sağ eləsin. Məsələn, mən zapçasda alıram Əflandan, Hyundai 2-yə aid olan. Niyə? Onlardan qabaq mən çox yerlərlə işləmişəm, mənim üçün uyğun olmayıb. Qayıtmışam, tapmışam, dayanmışam, bir dənə dayanacaq yerim var. Məsələn, müştəri var ki, 10 ildir bir motoristin müştərisi. Məsələn, ustalar var ki, seçilmiş ustalardır da, onların özünün xüsusi özəl ustaları var. Necə ki, biz elə, biz də başqası üçün. Məsələn, mən artıq Əflanın müştərisiyəm, mən artıq Anarın müştərisiyəm, mən artıq Nərmanın müştərisiyəm. Nəyə görə? Çünki onların işi məni qane edir. Əgər mən işimi bilməyən adam olsam, bir gün onda, bir gün onda, bir gün bunda, bir gün bunda iş gördürərəm də. Yəni, mən bunu xoşlamıram. Sözümün də canını nəyə gətirirəm? Mən qabaqlar yağ nasoslarını yığırdım, Allah şahiddir, motoru necə yığmışam. Motorun yağ nasosunu necə yığmışamsa, onlara da o cür yığıb göndərirdim. Qardaş, motor dağılır. Bilmirəm, qəsdən eləyirlər mənim işim olmasın. Bilmirəm, nə məsələdir. Nə oldu, qardaş? Biz yığırıq, gedir bu adam, belə pis olmasın, 50 min, 60 min, 70 min, 80 min, 100 min sürənlər var. Heç mənim üzünü görmədiyim mühərrik təmirçiləri, maşın ustaları, yiyələri var ki, bugünkü gün itib yoxa çıxıblar. Yəni, o deməkdir ki, motor işləyir, qardaş, mənə ehtiyacı yoxdur. Sizə yığırıq, veririk, dağılır. Biz nasosları bildiyimiz, yaxından tanıdığımız normal ustalara yığırıq. Bir də ki, fıqlad işlərin orijinalını satırıq. İstəyirsiniz özünüz gedin yığın. Amma söhbət ki qaldı, qaranti məsələsinə, qardaşlar, mənim sözümlə, xahişimdən mühərriki yığdırın ki, qarantin olsun. Yaxın gəl. Deməli, bax, əziz dostlar və qardaşlar, bu nasosda orijinal fıqlad işləri var, bizdə var. Reduksiyonlu klapan olur. Bizdə burada tokarlıq, frezli işlər olur. Yəni, siz elə düşünməyəsiniz ki, biz buradan milyon qazanırıq. Kim nə qazanır, Allah canını sağ eləsin, sağlığına qismət eləsin. Əziyyət çəkirik, işləyirik, qardaşlar. Amma yekun olaraq bizə iş təhvil veririk. Yəni, qarantinli iş istəyirsiniz. Dostlar və qardaşlar, siz bizə müraciət edə bilərsiniz. Heç bir problem olmadan dediyim kimi. Arayın, araşdırın, axtarın, əziz qardaşlar. Sizə uyğun olan yerdə dayanın. Və orada dayanmışsınızsa, ustaya etibar edin. Onsuz da biz axırda nə almışıqsa, hamısının sizə çekini veririk. Kimə nə iş gördürmüşüksə, ürəyinizdə bir qaraltı varsa, onun nömrəsini veririk. Gedib öyrənə bilərsiniz. Biz sizə 50 manat demişiksə, o sizə 45 manat deyə bilməz. Desə bizə haqarətdir. Çünki o başqalarına da onu eləyir 50 manat. Hələ biz deyirik, ucuz eləsinlər. Söhbət ondan getir. İnşallah tanışlaşanda biləcəksiniz. Əsas
işin keyfiyyəti qardaşlar. Sizə təhvil verilən işdir. Əsas budur. Burada bir dənə bizim zəhmətimiz yoxdur. Burada tokarın da, frezin də zəhməti var. Plus bura orijinal ehtiyat hissələrə qoyulur. Qiymət 300-350 manat arası dəyişir. 400-ə qədər də gedə bilir. Nömrəmiz isə 070 621 55 47-dir. Bunlar tərtəmiz sökülürlər, yuyulurlar, təmizlənirlər, havalanırlar, sonra yığılırlar, mühərrikin üstünə qoyulur və həmən maşını çox rahatçılıqla sürə bilərsiniz və hətta rahatçılıqla sata bilərsiniz. Çünki biz motoru yığmırıq. Get sür sat. O yanlış fikirdir. Mühərrik yığılır sürülmək üçün. Mühərrikin sahibi satırsa o onun öz işidir. Biz elə motoru yığmamışıq ki, aparsın bizə görə neynəsin? Maşını satsın. Bu tip nasoslar, əziz dostlar və qardaşlar, bizdə var, yetəri qədərdir. Dediyim kimi. Təbii ki, zəmanət o vaxt verilir ki, mühərrik bizdə yığılır. Yox, bəzi olub insanlar əllərində gəliblər nasoslar. Bax, mən demişəm, görürsən gözəl qardaş, sıfırdan mən bunu sənin gözünün qabağında yığıram. Buna heç təminat verməyəcəm ama mən. Çünki yağ təzyiqi təkcə bundan ibarət deyil. Yağ təzyiqi başqa yerlərdə də itə bilər, qalxa bilər. Yetəri qədər nasoslarımız mövcuddur, əziz dostlar. Ehtiyat hissələrimiz mövcuddur. Bu klad işlər gedib işin. Görürsən? Klad işlər dəyişilməlidir. Və bizə uyğun olan müəyyən işlər var ki, onlar verilməlidir. Val polilyovka olunmalıdır. Ondan sonra müştəriyə vermək olur. Əziz dostlar və qardaşlar, mühərriklə bağlı, yağ nasosu ilə bağlı hər hansı bir sual yaranarsa, qeyd etdiyim nömrə aktivdir. Əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə çox sağ olun.